Salam dostlar, xoş gördük hər birinizi. Necəsiz? İnşallah ki, yaxşısınız. Mən də şükür Allaha yaxşıyam. Dünən video çəkdim, paylaşdım sizin üçün və demişdim ki, yeni güllərim olacaq. Onları da sizə çəkib göstərəcəm. Və onlar gəldi. İndi inşallah bir-bir göstərəcəm sizin üçün. Və səmənlərimi də göstərmək istəyirəm sizə. Bayram üçün bunları mən səpmişəm. Maşallah qəşəngdə çıxırlar. Mən bir gün suda saxlayıram. Sonra belə qablara yerləşdirirəm. Bir də belə qalın tökəndə yəni belə qəşəng sıx səmənlər çıxır. Sonra burada göstərim sizə bambukumdur. Demişdim ki, sizə kəsəcəm. Kəsdim, belə yerləşdirdim güldanımda. Məncə 2 dənə də olsa lap qəşəng görsənər. Deməli mən bir videoda gördüm. 3 bambuk deyəsən xoşbəxtlikdir, 5 bambuk rifahdır, 7 deyəsən bolluqdur, nəsə belə bir inanclar var. Yəni gərək tək-tək alasan, cüt almayasan. Belə bir inanclar da var. Və göstərim sizə güllərimi. Deməli burada mən almışam fiks belə olanı, yarpağı bu formada olanı. Məndə o biri sadə fikuslardan vardı. Onları verdim bacıma. Belə birini aldım. Bu çox qəşəngdir. Yarpağının forması belə fərqlidir. Və qabı da belə balacadır. İnşallah ki, mən bunu dəyişəcəm qabın. Qəşəng bir qaba əkəcəm. Sonra belə bir sarmaşıq götürdüm. Neon, sarmaşıq neondur. Məndə var bu rəngdə 2 cür var. Elə beləsi də var deyəsən. Biraz yarpağı böyük olanı da var. Amma bu qabında çox qəşəng sıxdır. Elə bu qabda qalacaq bu. Belə dolu-dolu qabdan aşıb daşacaq. Ona görə götürdüm. Çox bəyəndim. Sonra olmazsa olmaz mənim hoyalarımdan. Baxın, bunun yarpağı çox fərqlidir. Bir tərəfi belə variqatdır, bir tərəfi sadə yarpaqdır. İnşallah ki, bitər bu. Çox bəyəndim bunu. Sonra belə bir sarmaşıq da götürdüm. Bundan da məndə yox idi. Qəşəngdir. Biraz qabım böyüdərəm. Yeni qab alaram. Heç torpağım da yoxdur bunları əkmək üçün. Sonra belə bir singonium götürdüm. Mənim əvvəlki videolardan bəlkə görərsiniz. Böyük bir singoniumum var idi. Bu sadə olanlardan. Amma onu mən o qədər dəyişdim qabın ora, bura. Məhv oldu, getdi. Yəni qalmadı ondan. Bu yarpağı ona bənzətdim. Ona görə bundan götürdüm. Çox qəşəngdir. Sonra yenə belə bir bu deyəsən sarmaşıq adı unuttum. Yox, unuttum adını. O sarmaşıqdandır. Adım bilmirəm. Var məndə bundan. Və istədim yenə də götürüm və fərqli bir yerdə də əkim. Yəni 2 qab olsun məndə. Amma bunun yarpaqları bir böyükdür. Sonra bundan da götürdüm. Bunların adını bilmirəm mən. Baxın, yarpaq forması belədir, qəşəngdir. Sonra yenidən belə bir hoya götürdüm. Mən elə bildim bu hoya məndə məhv olub. Amma baxdım ki, qabda balaca qalıb. Bunu da götürdüm. Bunun qabını dəyişməyəcəm. Mən həmişə güllər gələndə 1-2 gün gözləyib qabını dəyişirəm. Səbirsizlik eləyirəm. Amma bunu dəyişməyəcəm. Bu qalsın burada. Görün bu necə olacaq. Böyüyəcək, böyüməyəcək. Ya evdə evin havasına uyğunlaşacaq, yoxsa yox. Bu qabda qalacaq. Və sonuncu belə bir maranta dua gülü götürdüm. Düzdür, mən dua gülləri demişdim almayacam. Çünki mən hər sort dua gülü aldım və gəldilər, məhv oldular. Zəng gəldi, videom yarımçıq qaldı. Bunu göstərim. Bu marantadır, dua gülü. Mən almışdım, neçə cür mən dua gülü almışdım. Amma çox təəssüf ki, onları bitirə bilmədim. Məhv oldular. Amma bu sortu biraz obrislərə baxanda yetişdirmək asandır. Ona görə həm də bunun yarpaqları çox qəşəngdir. Belə fərqli bir şeydir də. Rənglərin ahəngi, düz düşünə baxın, görün nə gözəldir.
Ona görə bunu götürdüm. İnşallah ki görüm necə olacaq. Yəqin ki bitər. Və hələlik videom bu qədər. Bu günlərim bu qədər. İnşallah ki bəyənərsiniz. Fikir bildirməyi, nə sualınız varsa yazmağı və ən əsası kanalıma abunə olmağı unutmayın. Hələlik sağ olun.